Salam əziz izləyicilər, bu videoda Landaunun kimya kitabından 5 situasiya sualı izah edəcəm. Başlayaq. Situasiya 21-də deyir ki, içərisində nəm havada tüstülənən turşu məhlulu olan sınaq şüşəsinə qaz aparan boru vasitəsilə amonyak qazı daxil etdikdə ağ tüstünün əmələ gəlməsi müşahidə edildi. Aha. Bu xlorid turşusudur. Nəm havada tüstülənən turşu xloriddir. Əmələ gələn ağ tüstü də amonium xloriddir. Təcrübə üçün istifadə edilən turşunun adını və kimyəvi formulunu xlorid, H-xlor. Baş verən kimyəvi reaksiyanın tənliyini yazın deyir. Amonyakın üzərinə H-xlor gəlirik, alınır amonium xlorid. Əmsallaşdırmağa ehtiyac yoxdur. Təcrübədə istifadə olunan amonyak qazının həcmi 44,8 litr olarsa, reaksiyaya daxil olan 36,5% turşu məhlulunun kütləsini qramla hesablayın deyir. Biz reaksiyada dedik ki, əmsallaşdırmağa ehtiyac yoxdur. Yəni 1 mol amonyaka 1 mol xlorid lazımdır. Bizdə amonyak qazı verilib 44,8 litr, yəni 2 mol. Onda bizə 2 mol da xlorid lazımdır. Mr xlorid 1 plus 35,5, 36,5 qramdır. 36,5'dir. Deməli, 2 mol H-xlor 73 qram kütlə edir. Və bu 73 qram məhlulun 36,5%-dir. Görəsən, 36,5%-i 73 qram olan məhlulun 100%-i neçə qramdır? Bu da 200 qrama bərabər olur. 22. Təmiz mis almaq üçün tərkibində qatı sulfat turşusunda həll olmayan qarışıqlar olan mis qırıntılarını kolbaya yerləşdirib üzərinə qatı sulfat turşusu məhlulu töküb qızdırdılar. Aha. Deməli, bizim bir qarışığımız var. İçərisində mis var. Bir də başqa hansısa elementlər var. Bu qarışıqda sadəcə mis qatı sulfatla reaksiyaya girə bilir. Digər elementlər qatı sulfatda həll olmur. Deməli, burada birinci reaksiya misin qatı sulfatla reaksiyasıdır və burada kəskin iyili qaz alınır. Bu da SO2 qazıdır. Reaksiya başa çatdıqdan sonra məhlulu süzüb elektroliz edirlər. Birdə deyir, kəskin iyili qazın formulunu və beynəlxalq nomenklaturaya əsasən adını yazın. Formulu SO2-dir. Adı da kükürt 4 oksid olacaq. Və ya kükürt dioksid də demək olar da. Kükürt dioksid. Birinci reaksiyanın tənliyini yazın və əmsallaşdırın deyir. Misin qatı sulfatla reaksiyasını yazırıq. Buradan nə alınır? Duz alınır. Su alınır. Bir də qatı sulfatla pasiv metaldan alınır SO2. Reduksiya məhsulu. Əmsallaşdırsaq. Mis 2 elektron verir, kükürt 2 elektron alır. Ona görə bunlara 1, 1 yazacağıq. Bərabərdirlər onsuz da. Birləri yazmamaq da olar. Sonra sulfata 2 yazmalıyıq. Kükürdlər bərabərləşir. Suya da 2 yazırıq. Hidrogenlər bərabərləşir. Oksigenlər də bərabər oldu. Bəli, əmsallaşdırdıq. 3-də deyir ki, ikinci reaksiyadan 128 qram mis alınırsa, məhlulda neçə mol və hansı maddə əmələ gəldiyini hesablayın. İkinci reaksiya elektroliz reaksiyasıdır. Birinci reaksiyadan alınan mis 2 sulfat duzunun məhlulu elektroliz edilsə, katodda mis, anodda oksigen alınır, məhlulda sulfat qalır. Əmsallaşdırsaq 2, 2, 2, 1, 2 şəklində əmsallaşdıracağıq. Oksigenlər bərabər oldu. İndi baxırıq. 128 qram mis alınırsa deyir, məhlulda neçə mol hansı maddə əmələ gəlib? Məhlulda sulfat əmələ gəlib. Neçə moldur? Elə 2 mol. Baxın, 2 mol mis 128 qramdır. 128 qramdan 2 mol alınırsa, elə bizdə də o soruşulur. Cavab 2 mol sulfat. 23. Kalium xloridin suda məhlulunu elektrolizə uğratdılar. Elektrodlarda alınan qazların qarşılıqlı təsirindən əmələ gələn birləşmənin məhlulu üzərinə natrium hidroksid məhlulu əlavə edildikdə neytrallaşma baş verir. Öncə mən şərtə
uyğun reaksiyalar yazım. Kalium xloridin suda məhlulunu elektrolizə uğratdılar. Katodda hidrogen, anodda xlor, məhlulda kalium hidroksid alındı. Əmsallaşdırıram. Sonra deyir, elektrodlarda alınan qazların qarşılıqlı təsirindən əmələ gələn birləşmə, yəni H2 və xlordan nə alınır? H-xlor alınır. Bu birləşmənin məhlulu üzərinə natrium hidroksid məhlulu əlavə edirik. Yəni, H-xlorun üzərinə natrium hidroksid əlavə edirik. Alınacaq natrium xlorid və H2O. Neytrallaşma reaksiyası baş verir. Aha. Bir də deyir, məhlulda baş verən elektroliz prosesinin tənliyini yazın və əmsallaşdırın. Burada yazmışam və əmsallaşdırmışam. Sonra nə deyir? Bir dəqiqə. Sonra deyir ki, neytrallaşma reaksiyasının molekulyar, tam ion və qısa ion tənliklərini yazın. Yəni, söhbət bundan gedir. Bu molekulyar. İndi tam ion tənliyini yazaq. H-xlor qüvvətli elektrolitdir. Natrium hidroksid qüvvətli elektrolitdir. Həmçinin natrium xlorid də qüvvətli elektrolitdir. Amma suya bunu deyə bilməyəcəm. Su zəif elektrolitdir. Hətta bəzi kitablarda qeyri-elektrolit yazılır. Suyu ionlara ayırmayacaq. Bu oldu tam ion tənliyi. Və qısa ion tənliyində sol tərəfdə, sağ tərəfdə eyni olan ionları ixtisar edib yazırıq. Xlor burada da var, burada da. Natrium sağda da var, solda da. Nə alınır? H müsbət, OH mənfi, H2O. Bu da oldu qısa ion tənliyi. Bitdi mi? Yox. 3-də deyir katodda 44,8 litr, yəni 2 mol qaz alınarsa, bu zaman elektrolizə məruz qalan duzun və anodda alınan qazın mol sayını hesablayın. Baxaq, katodda 2 mol qaz alınırsa, yəni hidrogendən söhbət gedir. 2 mol qaz alınırsa, elektrolizə uğrayan duzun mol sayını tapın. Bir də anodda alınan qazın mol sayını tapın deyir. Baxın, 2 mol kalium xlorid elektrolizə uğradıqda 1 mol katodda, 1 mol da anodda qaz ayrılır. Deməli, katodda 2 mol qazın ayrılması üçün 4 mol kalium xlorid elektrolizə uğramalıdır və anodda da 2 mol qaz ayrılmalıdır. Situasiya 24. Şagird sınaq şüşəsində dəmir qırıntılarını xlorid turşusunda tam həll edir. Birinci reaksiya. Birinci reaksiya hansıdır? Ferrum plus H-xlor. Alınır ferrum xlor 2 plus H2. Alınan məhlul üzərinə müəyyən qədər natrium OH məhlulu əlavə etdikdə yaşılımtıl rəngli çöküntü əmələ gəlir. Onu da buradan yazıram. Ferrum xlor 2-nin üzərinə nə əmələ gəlir? Natrium OH əlavə etdikdə ferrum OH2 plus natrium xlor əmələ gəlir. Bu da növbəti reaksiya. İkinci reaksiya. Zaman keçdikcə yaşılımtıl çöküntünün havada tədricən qonurlaşdığı müşahidə edilir. Yəni, yaşılımtıl çöküntü ferrum OH2-dir. Onun qonurlaşması bu cür olacaq. Ferrum OH2 üzərinə havanın oksigeni və su buxarı alınır ferrum OH3. Bu da üçüncü reaksiya. Bir də deyir ki, 36 qram yaşılımtıl rəngli çöküntünün əmələ gəlməsinə sərf olunan 40% natrium hidroksid məhlulunun kütləsini hesablayın. Söhbət bu reaksiyadan gedir. Baxın, burada ferrum OH2 yaşılımtıl çöküntüdür. Onun əmələ gəlməsinə sərf olunan natrium hidroksidin kütləsini tapaq. Ferrum OH2-nin emerini hesablasaq 90 tapırıq. 90 qram ferrum OH2-nin alınmasına 80 qram natrium OH lazımdır. Bəs yaxşı, 36 qram yaşılımtıl çöküntüyə neçə qram natrium OH lazımdır? Bunu tapırıq 32 tənasüblə. Amma bizim natrium hidroksid məhlulumuz 40%-lidir.
Bu 40%-in kütləsi 32 qramdır. Yəni məhlulda 32 qram natrium OH var, o da məhlulun 40%-idir. Bəs məhlulun bütöv 100%-i neçə qramdır? 80 qramdır. Məhlulun kütləsini tapdıq və qonur rəngli birləşmənin formulunu yazın. O da ferrum OH3-dür. 2-də deyir, təcrübə zamanı baş verən kimyəvi reaksiya tənliyi əmsalları ilə. Birinci reaksiya və üçüncü reaksiya. Baxın, birinci reaksiyanı yuxarıda yazmışdım. Ferrum plus 2H xlor alınır. Ferrum xlor 2 plus H2. Reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan maddələrin sayına və tərkibinə görə kimyəvi reaksiyanın tipi. Bu əvəz etmədi. Üçüncü reaksiya ferrum OH2 plus oksigen plus su alınır ferrum OH3. 4, 4, 2, 1. Bunun əmsalları belə. Düzəldi mi? Düzəldi. Bu da birləşmə reaksiyasıdır. Üçüncü reaksiya. Sonra deyir, yaşılımtıl rəngli çöküntünün qonurlaşması prosesini əks etdirən qrafikə əsasən X və Y-in qiymətlərini hesablayın. Yaşılımtıl ferrum OH2-dir, qonur ferrum OH3. Ferrum OH2-nin emeri 80-dir, yox 90-dır. Ferrum OH3-ün emeri 107-dir. Yəni 90 qram yaşılımtıl sərf olunmalıdır ki, 107 qram qonur alınsın. İndi baxırıq, yaşılımtıl və qonurun kütlələrinin bir-birindən asılı olduğu qrafikə. Y qram qonur çöküntü alınır. Y-i tapaq. Baxın, yaşılımtıl çöküntü 36-dan 18-ə düşüb. Yəni 18 qram yaşılımtıl çöküntü sərf olunubsa, Y qram da qonur çöküntü alınıb. Buradan tapırıq 21,4 qram. Y-i tapdıq. İndi X-i tapaq. Görəsən neçə qram yaşılımtıl çöküntü sərf olunmalıdır ki, 32,1 qram qonur çöküntü alınsın. Buraya yazıram. Baxın, 90-dan 107 alınırsa, 36 çıx X-dan da alınacaq 32,1 qram. Burada da 36 çıx X bərabər olur 27-yə tənasübdən. Yəni X bərabər olacaq 9-a. Situasiya 25. Xörək duzunun elektrolizindən alınan X qazını, yəni xloru, soyuq kalium hidroksid məhlulundan keçirən zaman iki müxtəlif duz əmələ gəlir. X qazının formulunu və formulu xlor 2-dir. Oksidaşma reduksiya reaksiyasının növünü yazın. Bu da öz-özünədir. Yəni disproporsiya. Hər ikisini və yaxud ikisindən birini yaza bilərsiniz. Baş verən reaksiyanın tənliyini yazın və əmsallaşdırın. Xlorun kalium OH-la reaksiyası soyuqda, soyuq suda baş verirsə, soyuq məhlulda baş verirsə, kalium xlorid, kalium hipoxlorid və su alınır. Bir də bunu əmsallaşdırmalıyıq. 1, 1, 2 və salam. X qazının neçə faizi reduksiya olunur deyir son sualda. X-in baxın 2 dənə atomu var. Biri mənfi 1-ə, biri müsbət 1-ə gedir. Yəni biri reduksiya olunur, biri oksidləşir. İkisindən biri reduksiya olunursa, bu da neçə faiz eləyir? 50% deməkdir. Növbəti videolarda görüşənədək salamat qalın.